Uşaqlıq boynu eroziyası cərrahi yolla götürüldükdən sonra xərçəng yaranma riski varmı? Əgər eroziya cərrahi yolla eksizə edilib götürüldükdən sonra patostoloji müayinəyə göndərilərsə, patostoloji müayinədə cərrahi sərhədlər müəyyənləşdirilir. Cərrahi sərhədlərdə təhlükəli, yəni öz görünüşünü dəyişmiş hüceyrələr aşkar olunmursa, onda bu eroziya tam olaraq götürülmüş düşünülür. Cərrahi sərhədlərdə görünüşü dəyişdirilmiş hüceyrələr aşkarlanırsa, demək ki, orada qalıq qalıb. Həmin qalıq yenidən, biz ona tibdə residiv deyirik, yəni residivləşib təkrarlana bilər və bir müddət sonra əlbəttə xərçəngə çevrilər. Ona görə eroziyası olan xanımlar əgər cərrahi əməliyyat yolu ilə və yaxud müxtəlif üsullarla eroziyanı siz müalicə etmiş düşünürsünüzsə, yenə də kontrol müayinələrə vaxtında müraciət etməlisiniz.